qarşı təəssüf hissi oyatdım və sizdə yox, qətiyyən, yəni ki, bir mən sizə indi tərifləmək kimi çıxmasın, tərifləmirəm də, tərifləmək məsələsi də deyil. Konkret olaraq mütəxəssis olan bir şəxs, mütəxəssis olan psixologiyada insan, orada incimək, məsələn, ya incimək, ya necə deyim sizə, yanlış anlamaq və yaxud təəssüf hissi falan yaranmaq olmur. Mümkün deyil. Biz anlayırıq da insanın danışığının, insan aqressiyasını, insan belə kinayəli danışırsa, nə deyirsə, neynəyirsə, onun arxasında hansı ağrılar var, onun arxasında hansı illərin hansı əziyyəti məsələn var və yaxud hansı məyusluqlar var, orada xainlik görüb, xəyanət görüb, nələr var ki, bu məsəl üçün tanımadığı bir insanla biraz müəyyən qədər aqressiya ilə danışır, müəyyən qədər belə hücuma keçirmiş kimi danışır. Biz axı ancaq bunu görmürük, biz bunun arxasında nələr var, çox illər içində nələr yığılıb, onları görürük. Ona görə o yaranmır o təəssüf hissi.